Salam dəyərli izləyicilər, Bakı TV kanalının izləyiciləri. Nəriman Nərimanov ərazisində Nəriman Nərimanov metrosuna hardasa 7-8 dəqiqə belə deyək piyada məsafədə Əliyar Əliyev küçəsi Modern məktəbin yaxınlığında. Ərazi çox gözəldir. Məktəb, bağça çoxdur ərazidə. Yaşamaq üçün, ailə üçün yaşamaq üçün gözəl, lüks, tam əşyalı, texnikalı mənzil təqdim edəcəm sizə. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində qarşısı tam açıq. Panorama möhtəşəmdir. 3 otaqlı, tam əşyalı, texnikalı, yeni təmirli mənzilimiz satışa çıxdı. Buyurun, reklamlarına baxın, sonra videomuzu davam edək. Başladıq hol hissəsindən. Proyekti sizə izah edeyim, sonra gəzəyim mənzilimizi. Çox gözəl, elitli bir mənzildir. Giriş qapısı dəyişdirilib, ən keyfiyyətli giriş qapısından istifadə olunub. Kiçik sanitar qovşağı, ümumi sanitar qovşağı, hamam otağı, deməli yerləşik qonaq otağımız, mətbəx, uşaq yataq otağı və valideyn otağı. Hol hissəsi lazer kəsim qranitlər, pollar istik pol, girən kimi sol tərəfdə qanun sistemi mənzilə daxil olan elektrik xətləri burada cəmlənib. Deməli, açarlıq qoyulub, güzgü. Yəni elə proyekti göstərdiyim kimi gəzəyin hol hissəsindən danışacağım sizə. Kiçik sanitar qovşağı, əla teksturada qranitlər, pollar istik pol, fərqli teksturada qranitlər vurulub. Bütün aksesuarlar da hamısı keyfiyyətli, divar içi unitazına kimi hamısı düzgün yerləşdirilib. Hamam otağı, ümumi sanitar qovşağı gəlin bunu sizə göstərim. Girən kimi üzbəüz moydadır, arxası gizli işıqla. Güzgümüz, fərqli teksturada yenə qranitlər, duş kabini isə ayrılıb burada. Duş aksesuarları, paltaryan, hamam otağında nəzərdə tutulub. Samsung markalı paltaryan, qurutucu, havalandırma sistemi, hər şey ideal şəkildə quraşdırılıb. Maşın kraskası ilə işlənmiş qapılar, hamısı çox səliqəlidir və mənzildə işlənən elektrik kutularından söhbət edeyim. Hamısı orijinal Panasonic'dir. Patolog işləmlərimizdə var, lüstr, spot, gizli işıqlar, hol hissəsi 2 hissədən ibarətdir və girən kimi sol tərəfdə qardirob mebeli divar içi yerləşdirilib. Tam boy tavan hündürlüyünə kimi, içi də dərin, kifayət qədər dərin, geniş, demək olar 60 sm dərinliyindədir. Yəni dərinliyi superdir. Yanları güzgü işləmələr, yəni şüşə işləmələrlə də içi led işıqlarla. Və belə hol hissəsinin ikinci hissəsində göstərəm, burada tavan işləmələri, spotlar, gizli işıqlar. Gəlin qonaq otağına. Videonun başında qonaq otağımızı görmüşdünüz. Tam əşyalı, texnikalı və bir gündə belə olsun yaşayış olmayıb. Başda yerləşib 6 nəfərlik masamız, yumşaq dəstlər. Hamısı düzgün quraşdırılıb, bütün otaqlarda, mətbəx də daxil olmaqla AUX markalı kondisionerlərdən istifadə olunub, multisistemli bir motordan paylanıb. Patolog işləmələrimizdə spot, gizli işıq, lüstrlar tam asılı vəziyyətdə, pərdələr tam asılı vəziyyətdə, yumşaq dəstlər belə qoyulub, jurnalini, gözəl twistetdən istifadə olunub. Samsung markalı böyük ölçülü televizor qoyulub, gözəl bəzədilib, aksesuarlarla yanları, şkaflar, içəriləri led işıqlarla bəzədilib. Pollar qonaq otağında və yataq otaqlarında hazır laklı bambuk parketdir. Qalan hissələr qranit, mətbəx də qranitdir, isti döşəmədir. Gəlin gəzək mənzilimizi. Və mətbəximiz hol hissəsindəki lazer kəsim qranitlər burada davam edir. Pollar istik pol, mətbəx mebeli tam boy patoloqa kimi, yəni tavan hündürlüyünə kimi yığılıb, gözəl rəng tonları var mənzildə. Üstü tökmə mərmər, sinəli mərmər, deməli qabuyan,
qaz peçi, aspirator, Samsung markalı sobalar, Toshiba markalı soyucudan istifadə olunub. Bu tərəfdə də belə şkaflarımız, rəflərimiz yığılıb, mənzil tam dolub. Augus markalı kondisionerimiz də öz yerində və belə 4 nəfərlik masa, şkaf, televizordan istifadə olunub mətbəxdə. Patolog işləmələrimizdə, tavan işləmələrimizdə var. Spot, gizli işıq, lüstrlar tam asılı vəziyyətdə. Uşaq yataq otağı. Burada da pollar hazırlıqlı bambuk parket, ikili yumuşaq dəstədən istifadə olunub. Arxa tam boy tavan hündürlüyünə kimi şkaflardan istifadə olunub. Burada belə bir həm make-up kimi, həm də belə deyim yazı masası kimi uşaqlar istifadə edə bilərlər. Üstdə şkaf, kərpic fiqurunda divar işləmələrindən istifadə olunub. Daşdır bunlar, yəni plasmas deyil. Mənzildə nə işlənibsə hamısı keyfiyyətlidir və gözəl də aksesuarlarla bəzədilib. Bu uşaq yataq otağının qarşısı eyvandır, böyük eyvandır. Ona qonaq otağından daxil olmaq olur. Stil sistemimiz kombidir. Orada qoyulub stipollanan kollektor sistemi və əsas məsələ sənədlər. Sənədlər çıxarışdır, yəni kutuca. Gəlin, gedək əsas yataq otağını göstərim sizə. Və kifayət qədər geniş əsas yataq otağımız, yumuşaq dəstələr hamısı yerləşdirilib. Make-up, Augus markalı kondisioner. Tərəfdən də göstərək yataq otağımızı. Şkaflar, paltar üçün tam nəzər alınır və mənzil yarı yel çəkəndir. Deməli, mətbəx, əsas yataq otağı baxır gün batana və uşaq yataq otağı, qonaq otağımız baxır şimal tərəfə. Tam yel çəkəndir mənzil, yayda da çox sərin olacaq. Bina da daş yün izolyasiyadır, ağla işləmələrdir, yəni bina da keyfiyyətli, həyəti, uşaq meydançası, parkingi, hər şey keyfiyyətlidir. Altında böyük supermarket var, binanın tam altı ümumilikdə supermarketdir. Yəni yaxınlıqda bağça, məktəb, hər şey, kontingenti də çox gözəldir. Bu mənzil yerləşir Nəriman Nərimanov metrosuna 7-8 dəqiqə piyada məsafədə Əliyar Əliyev küçəsində. 17 mərtəbəli binanın 15-ci mərtəbəsində 103 kvadrat tam əşyalı texnikalı mənzil təqdim elədim sizə. Və bu mənzilin start olaraq qiyməti 395.000 manatdır. Sənədlərimiz qeyd etdiyim kimi çıxarışdır, yəni kutuca. Real alıcılara əlbəttə ki indirim olacaq. Gəlin ev sahibi ilə sizi görüşdürüm. Növbət çəkişlərdə görüşərik. Sağ olun.